Sumqayıt şəhəri 13-cü mikrorayon ev 6A. Bu ünvanın sakinləri artıq bir neçə aydır ki, sanki antisanitariya dənizində yaşayırlar. Görüntülərdə gördüyünüz bu acınacaqlı mənzərə hər hansı bir kanalizasiya kollektoru yox. Birbaşa yaşayış binasının zirzəmisidir. Aylardır bura yığılıb qalan çirkab suları nəticəsində bina rəsmən baxımsız və qəza vəziyyətinə düşüb. Müraciət edən vətəndaşların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara edilən şikayətlərə baxmayaraq, bu günədək heç bir tədbir görülməyib. Yaranan antisanitar vəziyyət isə ərazidə həşərat və cücülərin həddindən artıq çoxalmasına gətirib çıxarıb. Sakinlər bildirir ki, kəskin qoxudan mənzillərin pəncərələrini belə açmaq mümkün deyil. İndi sakinlər məsələ ilə bağlı operativ tədbir görülməsini və problemin qısa zamanda aradan qaldırılmasını tələb edirlər. Mövzunu diqqətdə saxlayacağıq. Hörmətli izləyicilər, şəhərimizdə baş verən hadisələrdən operativ xəbərdar olmaq üçün Sumqayıt TV kanalını izləməyi, videolarımızı bəyənməyi və paylaşmağı unutmayın.